Yay payız oldu. Payızın isə qış olmağına az qalıb. Qaça-qaçılı həyatda biraz boşluğa yol verərsənsə, fəsilləri bax beləcə mənim kimi qarışdırarsan. Daha doğrusu desək, yay fəslində çəkilmiş videonu payızın tam ortasında paylaşarsan. Bu il yayı biraz sürətli yaşadıq sanki. Yaşadığımız gözəllikləri isə qismən də olsa sizinlə bölüşməyə çalışdım. Hələ tam içinə yığışıb, şərait qurmadan ailəmizlə bağ evimizin qonaqlığı üçün də bir o qədər tələsdik. Oğlan evi gəldi, amma video çəkmək, kamera önündə olmağı sevməyən qız evinə qismət oldu bu dəfə. Bağa uşaqları da yığıb öndən gələn mən oldum. Təbii ki, şəhərdəki soyuducunu da yığıb gətirmişdim. Bəzən cənab deyir ki, bağda azuqəmiz daha boldu, nəinki şəhərdə. Zamanım az idi. Təxminən saat 7-8 radələrində artıq hamı gələcəkdi. Bazarlığı yerbəyer edib keçdim manqal salatını hazırlamağa. Arada uşaqları da işə cəlb etmək istədim, amma nəsə o deyil bu uşaqlar. Nənəmin bizə kebab çəkəcəyi gün o qədər sevinirdik ki, ver biz də edək deyə əlini ayağına dolaşardıq. Həmin gün bizim üçün xüsusi bir gün olardı. Mustafa isə işin ortasında ana kotlet bişirəcəksən deyəndə anladım ki, nə biz bu uşaqlarıq, nə onlar bizdir. Aradan çıxmağa məqam tapan kimi də gözdən itdilər. Mən də işimə davam etdim. Ocaq qalamağı nənəmdən öyrənmişəm. Balaca kağız parçası ilə necə ocaq qalayardı. İndi hər şey o qədər asanlaşıb ki, zaman və əmək sərf etməyə belə dəymir. Odunu belə hazır doğranmış satırlar. Biz isə çırpı yığardıq, yarpaq, ot qurusu ilə alışdırardıq ocağı. Çox uzağa getdim sanki. Tərəvəzləri şişə çəkdikcə də anladım ki, təcili idmana getmək lazımdır. Tərəvəzlər qazanda biraz parda qalıb qabığı yumşalınca dedim ailəmin, bəylərinin sevdiyi Əfqan qazanında o dadlı buğlamanı da edim. Bu qazan əti sümüyünədək bişirir. Pambıq kimi olur və mən az miqdarda kərə yağı da əlavə edirəm ki, İşdi birdən qoyun ətinin tamı olsa onu öldürsün. Sıralamanı mən belə eləyirəm, amma siz ürəyiniz istəyən formada, istəyən sıralamada edə bilərsiniz. Tərəvəzləri də fərqli edə bilərsiniz, təbii ki, damaq dadınıza uyğun olaraq. Əfqan qazanınla bağlı sadəcə bir xəbərdarlığı diqqətinizə çatdırmaq istəyirəm ki, bir çoxları onun doğru istifadə qaydasını bilmədiyinə görə bu qazandan qorxur. Əslində qorxulu heç nə yoxdur. Mən artıq 3 ildir bu qazanı istifadə edirəm və sadəcə yeməyiniz hazır olandan sonra içindən tam par çıxmamış, qapağını açmağa cəhd göstərməyin. Əlinizi yandıra bilər. Bulama hazır olunca keçdim kebab salatını hazırlamağa. Ümumiyyətlə evdə kebab bişərsə bu salat mütləq ki süfrədə olmalıdır. Və kebab salatını uşaqlıqdan gördüyüm reseptlə hazırlayıram. Əlavə heç nə qatmadan, yeniliklər etmədən. Çünki köhnə dadlara yeniliklər əlavə edəndə o zaman uşaqlığımızın da sanki dadı duzu qaçmış olur. Təbii ki, hər ailənin öz damaq dadı var, öz fərqli üsulu var. Buna heç kəs qarışa bilməz. Bu da mənim hazırladığım üsuldur. Və yavaş-yavaş hamı toplaşmağa başladı. İlk gələn qardaşım gili oldu və elə dəyərli hədiyyə gətirdi ki, papanın zamanında aldığı şişlərdir. İndi belə keyfiyyətli, möhkəm şişlər çətin tapılar. Burada isə azan səsini eşidirik. Cənabla qardaşım əl-ələ verib kebab hissəni həll etdi. Təəssüf ki, süfrəmi hazır görünüşünü çəkə bilmədim. Daha doğrusu çatdırmadım. Hazır edən kimi hamı oturdu və bu zaman artıq çəkilişə icazə verilmir. Qonaqlığımızı isə gözəl samavar çayı və cənabın təqdimatında Maraş dondurmalı püstəli baklava ilə sonlandırdıq. Uşaqların səsi isə məni bir daha uşaqlığımıza qaytardı. Eyni biz də kənddə hamımız yığılanda bu qədər səs-küylü olardıq. Təkrarı az da olsa, yaşamaq və hiss etmək gözəldir və bu bağda dediyim kimi keçmişim yeni notlarda yenidən canlanır.